Salam, xoş gördük, hörmətli tamaşaçılar. Bugün bağçamdan bunları yığmışam. Dedim sizlərə göstərdim. Demək, bunu qabaçqadınla əkmişəm. Balqabağıymış. Vallahi yığdım, gətirdim. Yemək hazırlayacağım. Mən də qabaçqadınla əkmişəm. Balqabaq da əkmişəm, başqa yerdə. Ancaq bunu toxumunu almışdım. Üstündə qabaçqa şəkli idi. Bu belə bir şey. ChatGPT-dən soruşdum, dedi balqabaqdır. Mən qabaçqadından almışdım. Sonra pomidorlarım, bax belə bir pomidorlardır. Maşallah, əl boşdadır. Biberlərim belədir. Biraz ətli deyil, qırmızıdır, belədir. Amma ətli deyil, belə biberlərdir. Sonra bu biberlərdə acı biberlərim çoxdur. Bunu birini yeməyə, birini turşuya əlavə edəcəm. Sonra pomidorlar da belə pomidorlardır. Reyhanlarım da belədir. Burada çiyələklərim var, bir 5-6 dənə. Belə. Çiyələklərdir. 3-4 dənə də fındığımız var idi. Fındıq çox ləzzətli idi. 3-4 dənə idi. Bu çiyələklərdir. Dərmansız çiyələklərdir. Mən bazardan alınan çiyələkləri yeyə bilmədim. Çünki allergiya verdim biləndə. Pomidor da belə. Badımcanlarımız da belə. Tərpət öyünlərdir belə yığmışam. Həm yeməyə əlavə edəcəm, həm də turşuya. Turşuya da kişnişlərdir. Bağçadan suyu da yığmışdım. Mən qabaçqa gözləyirdim. Qabaçqadır, balqabaqdır. Bax, qabaçqa toxumu sətmişdim. Bu necə ola bilər ki, belə? Siz nə deyə bilərsiniz? Hörmətli takipçilərim, bu balqabaqdır, yoxsa qabaçqadır? Qəribə. Bıçağıma get qızım, onu kəsim, bir dənə baxın. Bıçaqla kəsin, baxın. Görün. Belə kesək. Qabaçqadır. Balqabaqdır. Qabaçqa yoxşur heç. Belədir. Maraqlıdır. Amma yeməyi dadlı olacaqdır. Yemək hazırlayacağım. Hələlik bu qədər. Siz rəylərdə fikrinizi bildirərsiniz. Sağ olun. Sağlam qalın.